Salam, xoş gördük hər birinizi. Mən sizə hamının tanıdığı çay tikanı meyvəsinin bu dəfə yağından deyil, dəmləməsindən danışacağım. Çay tikanı şirəsindən də istifadə olunur, kompotu da istifadə olunur, nastoykası, yəni cövhəri də istifadə olunur. Amma dəmləməsi də olur. Məsələn, çay tikanı meyvəsini qurudursunuz. Qurutduqdan sonra qurudulmuşun götürülür. 2 xörək qaşığı götürüb yarım litrdə də dəmləyə bilərsiniz. İndəsə həzm problemi varsa, çay tikanının dəmləməsi ilə cavalının qurudulmuş meyvəsindən istifadə edə bilərsiniz. Meyvə qurusu və çay tikanı meyvəsinin dəmləməsi birlikdə sizin həm mədənizi, həm də bağırsağınızı müalicə edə bilər. Hər gün gündə bir dəfə içə bilərsiniz. Əgər kimdəsə ağızdan pis qoxu gəlirsə, qida boru problemi, reflüks ezofagit və mədə 12 barmaq bağırsağın eroziyası varsa, çay tikanının dəmləməsini də istifadə edə bilərsiniz. Əgər kimsə dəmləmə istifadə eləmirsə, çay tikanının yağını istifadə edə bilərsiniz. Mən YouTube Təbabət TV kanalında çay tikanı ilə bağlı bir çox videolar paylaşmışam. İzləyib baxa bilərsiniz.